Bugün sosial şəbəkələrdə bir neçə jurnalistin Hikmət Hacıyevin yarattığı media reyestrində onlara qarşı sərgilənən ayrı seçkiliklə bağlı fikirlərini oxudum. Jurnalistlər yaratdıkları saytı artıq 2 ildir reyestrdən keçirə bilmədiklərini deyirlər. Media haqqında Azərbaycan Respublikası qanununun tələblərinə əməl edən yoxdur, hərçənd ki o qanun da konstitusiyaya ziddir. Başa düşürəm ki, hökumət müxalif və müstəqil medianı tamam sıradan çıxarmaq üçün belə qanuna əl atdı. Ürəkləri istəyən şəxsi bir günə reyestrə salırlar, bir müddət sonra da media agentliyindən qrant verirlər. Tanıdığımız bir xanımın yaratdığı saytı bircə günə reyestrdən keçirtdilər. Sayt hələ hazır değildi, hətta reyestrdən keçəndən bir ay sonra fəaliyyətə başladı. Dediyim kimi adamına baxır, ürəklərinə yatanda bir günə sayt reyestrdən keçir. Qeydə alınmayan sayt redaktorlarından biri deyir, illərdir jurnalist kimi bu hökumətə xidmət etsək də insanları məqsədli şəkildə küstürürlər. Media sahəsi naşı adamların və tayfabazların əlində oyuncağa çevrilib. Media rəhbərinin illərdir bu hökumətə xidmət edirik deməsi bir ayrı aləmdir, amma indiki söhbətim bu deyil. Təsəvvür edirsiniz, media reyestr xidmətinin rəhbəri Cahangir Həsənli, prezident administrasiyasının media sektorunun müdürü Kamran Həsənovun qardaşıdır. Nepotizm və proteksiya göz çıxardır. Kimdən xoşları gəlmirsə, rahatlıqla onun işini uzada bilirlər. Çox narazı jurnalist olanda isə onu prokurorluğa verirlər və onlar da dəvət edib hədə-qorxu gəlirlər. Saytlar var ki, qanunun əksər tələblərini yerinə yetirə bilmir, amma ona media agentliyi maliyyə dəstəyi ayırır. Soruşanda da deyirlər ki, bunu Mehriban xanım tapşırıb, ona görə vermişik. Əksər saytlara verilən dəstəkdə bu ifadələr işlədilir. Filankəs Dedixanın adamıdır, filankəs Altay Həsənova bağlıdır və s. Belə adlarla özlərini sığortalayırlar. Həqiqətən maraqlıdır. Ayaqlarını sallayıb dövlətin üst qatında əyləşənlərin ölkənin televiziyaları, radioları, qəzetləri və saytları barədə nə düşündükləri ilgincdir. Niyə media bugündədir sualını vermirəm? Çünki onların xəstə təsəvvürlərində mətbuat elə bu cürdə olmalıdır. Amma özlərininki arasında da şərti ədalət qaydalarına əməl eləyə bilmirlər, əlləri gəlmir. Televiziyalar göz qabağındadır, şərh etməyə də dəyməz. Ölkə əhalisinin çox hissəsi Azərbaycan kanallarını unudublar, əsasən türk kanallarına baxırlar. Radiolar heç qulaq asılası deyil, aparıcılar sanki küçədəki jargon sözlərin hamısını efirə daşıyıb tökməyə and içiblər. Söyüş-söyməsələrdə türkün məsəli deyib mesajlarını çatdırırlar. Söyüş-söysələr ondan yaxşıdır. Qəzetlər demək olar ki, yox kimidir. Saytların vəziyyəti isə biraz fərqlidir. Müstəqil olmasalar da hər gün yeni bir sayt yaradırlar. Kimin Hikmət Hacıyevlə salam kalamı varsa, dərhal həmin şəxs sayt və qeyri-hökumət təşkilatı yaradır. Hamısına da xeyli qrant verirlər. Bugünlərdə medianın inkişafı agentliyinin müşahidə şurasının üzvü Elçin Şıxlı qəşəng bir yazı yazmışdı. Demək olar ki, indi mənim dediklərimin bəziləri həmin fikrin təkrarı da ola bilər. Amma dərhal ona qarşı yazılar kampaniyasına başladılar. Ölkədə sərbəst deməyim, səthi, ötəri, eyhamlı tənqidə də dözümləri yoxdur. Dərhal susturmağa çalışırlar. Ümid etmirəm ki, bir gün ölkədə media reyestri oyununa da son qoyular. Onlar öz sonlarına qədər bu kölə jurnalistikanı yaşatmağa çalışacaqlar. Üstəlik, həmin kölə jurnalistikanı da əyri qaydalara adaptasiya etmə prosesini dərinləşdirəcəklər. Proqnoz da verim ki, bir müddət sonra elə öz jurnalistlərini hansısa ehtiyatsız bir ifadəyə görə də tutub atacaqlar Kürdəxanı hücrələrinə. Bunu da qocaman bir jurnalistdən yalnız proqnoz kimi də yox, nəsihət kimi də eşidin. Bu reyestr oyunlarına bənd olanlaradır sözüm.